Ah. Deməli belə, motosiklet söndü və belə bir yerdəsiz. Neyləmək lazımdır? İndi deyəcəyim şeylərə bax gör, bəlkə heç ustaya getmək lazım deyil. Stop düyməsini yoxla, bəlkə aktiv qalıb. Əgər yenə işə düşmürsə, benzinin olub-olmadığını yoxla. Bəzi enduro tipli motosikletlərdə yarıdan çox benzin olsa da karbüratora gedib çatmır. Ona görə həmişə polnu bakla gəzirik. Çünki enduro sürənlər həyata stəkanın dolu tərəfindən baxmağı sevirlər. Yanacaq doludursa və yenə işə düşmürsə, akkumulatoru yoxla. Ya boşalıb, ya da həyatını sonlandırıb. Əgər akkumulyator işləmirsə, kickstarterlə motosikleti işə sala bilərsən. Alışdırma şamlarına və benzin filterinə baxa bilərsən. Əgər alışdırma şamında qığılcım yoxdursa və benzin filterində benzin azdır, yaxud yoxdursa, işə düşməyəcək. Bütün bunlardan sonra motosiklet yenə işə düşmürsə, ustaya və ya evakuatora zəng edə bilərsən. Bu kimi videoların davamı üçün izləmədə qalın.